Fidan. Ben Kendi. Kanalımıza hoş geldiniz. Deməli, bugün bayaq Fidanla TikTok'a baxırdıq. Bu arada saat 1'in yarısıdır. TikTok'a baxırdıq, sonra bir Koreya yeməyi gördük. Bibimbap. İkimiz de yanında birbirimize baxdıq, dedik, bunu eləyək. Və ona görə də mətbəxə gəldik hal-hazırda və indi bibimbap hazırlayacağıq. Ham yatır və biz mətbəxdəyik. Yenə. Yine enerjili. Bəli. Onda deməli birinci malzemələri oxuyaq. Evet. İnşallah maraqlı videolar beğenirsiniz. Deməli, malzemələrimiz nədir? Nəyə ehtiyacımız var? 1 stəkan yarım düyü, 2 yumurta, 2 qaşıq gochujang, amma gochujang yoxdur deyə tomat istifadə edəcəyik. Biz öz tarifimiz kimi Bəli. Ne geldi? 1 çay qaşığı zeytun yağı. Zeytun yağını çox da sevmirəm, amma əlavə eləməliyik məncə dad versin deyə. Yosun və duz istiyordum. Əslində bilirsiniz niyə bu tarifi də seçdiyi eyni anda? Çünki əlimizdə hər şey var idi. Yosun belə var idi. Ona görə də dedik eləyək. Ve bence biraz böyle atıştırmalık tarzı bir şeydi. Evet. Tam yani yemek sayılmaz bence. Eləyək. Eləyək. Başlayaq. İndi bu düyünü yumalıyıq əvvəlcə. Deməli indi qəndilər düyünü yuyub bitirəndən sonra qoyacağıq qazın üstünə qaynasın. Ondan sonra yosunlar qoyacağıq suya. Həmin onlar olan vaxtda da onlar olandan sonra da yumurtaları qoyacağıq. Glazok hazırlayacağıq üstünə. Çünki tarifin içində yumurta da var. Yəni tarifin içində olmayan şey yoxdur və məncə çox qəribə bir şey olacaq. İnşallah bəyənərik. Çok şükür yarabbim. Belə bir yosunumuz, bəlkə kameranı dayandı. Belə bir yosunumuz var. Bunu inanın nə vaxt almışıq, heç bir fikrim yoxdur. İndi Fidan Ben de məqsədlə almışsınız. bunu sushi eləmək üçün almışdıq evdə. Çünki bizim evdə sushi ən sevilən yeməkdir. Eyni. Ona görə də indi Fidan yosunu suya qoyacaq. Bu niyə elə durur? Deməli, əslində mən qəndəyə teklif elədim ki, bunu o belə Koreyada şeylər olar, 3 bucaq. Onun adı nə idi? Onigiri? Üç bucaq kimbap. Hangi? Hənəsə 3 bucaq olur. Onigiri Japonlu. Hə. 3 bucaq olurdu ha onun içində düyü. Təklif elədim ki, gəl el eləyək. Amma dedi ki, yox, içinə qataq. Mən bir lay götürək, bir lay bəsdir, yoxsa elə çoxdur. Məncə balaca kəsib qoymayacağıq onun üstünə. Hə, cırıb Bir qoyacaq. lay bəsdir. Fiyo. Deməli, Fidan bunları suya qoy. Fidan bunları suya qoy. Çox çətin iş. Siz nə istəyər? Turşu olur, kağız turşu var. Kağız turşu var da. Yumru turşu. Ama incisi eyni.
Fidan Şakir romanını açdı, ağlıma nə gəldi? Mən uşaq olanda anam dünya görüşüm artsın deyə mənə xarici mahnılar qulaq asdırırdı. Deməli, Şakir həm anamın, həm də mənim sevdiyim musiqiçilərdəndir. Qoşurdu Şakiranı, məni qoyurdu ortalığa, başladırdı oynatmağa. Qənd oyna, qənd oyna. Yəni, məni bir sözlə meymun kimi oynadırlar. Sırf, yəni, sadəcə Şakiranın mahnılarına bu arada. Mən də balaca vaxt rəqs edəndə biz çox vaxtda belə xarici mahnı oynayan deyildik də rəqsdə. Daha çox milli rəqslə şey edirdilər falan. İndi bir dənə də xarici rəqsimiz bu idi. Baka. Onda da oynatmadığı yer qalmamışdı. Yəni mən onu birinci sinif Əlifba bayramında belə oynamışam. Əlifba bayramında? Belə idi. Tam öyle. Bax 50 bunu elifşim. Bir dənə onu öyrənmişlər bizə xarici rəqs olaraq. Deyəsən mənim də yadımda deyil. Mən səninlə rəqsə gəldiyim gün, hə? Ola bilər. Telif gələ bilər, ona görə hər 4 dəqiqədən saniyədən artıq eləmirik. Sabah bir o 4 saniyədə telif gələcək. Gəl süzək. Süzək. Bəli. Görünür. Evet. Allah düzəlirik. Bismillah. Əlin yansa de. Çox ağır. Şimdi bak, tök ona. Tök. Glazok eləyirik. Nə qılaq? Glazokla qatırıq da bu üstünə. Görüşdüm mü? Fidan kameraya bozarır. Deməli düyümüz hazırdır. Düyümüz hazırdır. İndi glazok eləyəcəyik. Oyun o qavdır, onu eləməyin. Nə deyək? Arjalik deyirik. Yanmayan bir dənə bu var. Onu cızıq eləyərsiniz, Allaha qız püskünə qoyaram da. Təhdid olunduq. Amma bunu da eləyəcəyik. Videonun əvvəldə bu detalı vermək yadımdan çıxdı. Ged oradan sarı əskəni qaça-qaça götürüyor. Deməli, ikimizin də mətbəx bacarığı sıfırdır. Xeyr. Mənim sıfırdır. Mənə gəlirkən amma pişirə bilir. Sadəcə pişirmir ki, birdən kimsə nəsə istəyər. Acı olan, yəni özüm acından ölürəm, amma yenə peşin edə Mən bilmərəm. yenə onun elə olduğunu düşünürəm. Mən çəksən, çək də məni. Mən də çək də. Yenə mənə nəğmələr qoş içdəmər. Kameram nə şey çəkir. Təkrar şəklinə baxın buna. Mutim. İlk dəfə 13 yaşımda nəsə eləməyə çalışdım, alınmadı. 14-də də çalışdım, alınmadı. 17-də çalışdım, yenə alınmadı. 20-də yenə yoxdur. 20-də yoxlayıram. Nəsə olar. Yəni burada çox belə qabiliyyət tələb edirəm, amma yumurtanı birazdan yandırma riskimiz var. Davam edək. Qəndə xanım deyir ki, yosun suya qoymalı. Xanım, bir dənə bu məzəkinə baxın yenə. Oh my god, what is that? What is that? Suya qoymadan əvvəl daha belə xırt-xırt idi. Çox qəşəng olardı onda. Kaş qoymazdıq. Xırt-xırt olsa sən bilirsən, ondan ilə dada alarsan. Bunda da varam. Pis. Bunda da lazım. Heç olmasa dada az gələcək. Bu olar. Bir tane çaşdırma mənə. Qırıqdan qırarım, olmuş, nereden tökürsən? Bir eləyəcəm. Ay Allah. Mən tərk edirəm sizi.
Dala qayıt. Nə duz? Ya bir imkan ver bunu pişirib tora. Burada da duz tökməsən. Tökmürəm. Dadsız. Olacaq. Bundan balacası yox idi Fidan. Yox idi. Kəsməyəcək. Alçalır. Perfect. Nice. Oo, çok güzel görünür. Birində Tamamsın. Yeah. Deməli yumurtamız da hazırdır. Tomatı da çıxartdıq, zeytun yağı da çıxartdıq. Qəndə də indi yosunların suyunu boşaldır və hazırlayırıq. Başqa nə qaldı? Həqiqi. İndi Fidan karıştırır. Stefan yengem künefe yapacak. Yengem şimdi künefe atıyor. Hazır. Hazırladıq Allah'a şükür. Amma bu üstündəki yumurtadakı bəzək suyunu qarışdıracağıq. Bak çok güzel görünür. Məncə də. Kabak odasına ter çekək. Yoxlayırıq. Bunu yoxlayım. Aha. Qorxuram biraz. Rembrandt. Tuzu azdı. Bilirsiniz necə? Mən arada qısır hazırlayıram. Türklərin qısır yeməyi var ha, bulgurla. Eyni onun elə bir isti versiyonu yedim hazırda. Amma məncə bu soyuyana daha qəşəng olar. İstedi deyə şu an. Çarmak kesamida. Tuz uymuş problem. Pis deyil məncə. Amma bunu bizdən başqası bəyənməz. Yenir mi? Yenir. Bence buna dad veren şey hemen o gochujang dedikleri kariya. Soya sosu. Soya sosu bir de kariya tomatıydı. Məncə də 100%. Amma yenə deyirəm, soya sosu daha qəşəng olar.
açabilirsem. Məncə pis deyil. 8 ya da 7 vermək olar. Məncə 7,5. 7,5. Sadece dediğim gibi soya sosu konuşacağım. Yəni bu belə Kore tarifidir. Biz bunu özəlləşdirib elə bir şeylər. Azərbaycan mətbəxi. Ona görə yəni siz də bir rahatla hazırlaya bilərsiniz. Yumurtadır, düyüdür. Sonra nə idi? Zeytun yağı, bir də yosun. Yosun yenə məncə başqa şeydə qatmaq olar. Yoxlaya bilərsiniz. Tövsiyə edirik. Kanallarımıza abone olmağı Like atmağı. ve yorum yazmağı unutmayın. Sizi çok sevirik. Bye bye. Bence çok yaşa oldu. Evet. Sen oğlum ben gidelim yatmağa. Deneyin yerinde. One is the loneliest number that you'll ever do. Two can be as bad as one. It's the loneliest number since the